Sidik qaçırmadan əziyyət çəkən xanımlar, bu sizin taleyiniz deyil. Əlbəttə, sizdə sidik qaçırma varsa, mütləq qaydada vaxtında kontrola gəlirsiniz. Sidik qaçırmanın növündən asılı olaraq sizə müalicə taktikalarımızı məsləhət görürük. Əgər bir qadın asqıranda, öskürəndə, əyilib qalxanda və yaxud da cinsi əlaqə zamanı sidik qaçırırsa, bu sidik qaçırmanın stres inkontinans növüdür. Belə tip sidik qaçırmalarda biz yalnız cərrahi müdaxilələrlə, TVT və yaxud da TOT dediyimiz əməliyyatlarla bu problemi geridə qoymuş oluruq. Lakin sinirlərə bağlı sidik qaçırma varsa, yəni urgen tipli sidik qaçırma varsa, çatdırmama tipli, o zaman biz sizə medikamentoz, yəni dərman müalicəsi ilə bu problemlərinizə kömək edirik. Və bəzi pasient qrupu var ki, onlarda həm sidik qaçırmanın stres inkontinans növü var, həm də urgent növü var. Bu zaman buna deyirik biz mix tipli sidik qaçırma, yəni qarışıq tipli sidik qaçırma. Belə pasientlərə isə həm cərrahi müalicə edirik, bununla bərabər konservativ müalicəyə də davam edirik.